Hər vaxtınız xeyir olsun dostlar. Deməli bugün 1990-cı il 20 yanvar hadisələrinin il dönümünü qeyd edirik və hər 20 yanvar günü şəhidlərimizi yada salırıq. Allah onlara rəhmət eləsin deyirik. Dostlar, həmin dövrdə, yəni 1990-cı il 20 yanvar hadisələrində mən tələbə idim. Tələbəlik dövrünü yaşayırdım. Rus qoşunları Azərbaycana daxil oldular və burada maraqlı cəhət nə idi? Əliyalın vətəndaşları Rus qoşunlarının tanklarının üzərinə yürüməyi demək xalqa əmr elədilər, vətəndaşlara əmr elədilər. Əliyalın demək olar ki, tələbələr, müxtəlif insanlar tanklarda əliyalın şəkildə heç bir silah olmadan Rus qoşunlarının üzərinə hücum elədilər. Buna biz nə don geydirirsən geydir və o dövrdə xalq hərəkatının rəhbəri Əbülfəz Elçibəy bu məsələ ilə əlaqədar deməli xalqı maarifləndirməmiş birbaşa o Sovet qoşunlarının üzərinə yürüməsinə şərait yaratdı. Bunu bilin. Və burada kimlər var idi? Bu indi olmuş hadisələrdir, amma olmuş hadisələrə düzgün qiymət vermək lazımdır. Orada kimlər var idi? Əbülfəz Elçibəy var idi. Orada Nemət Pənahlı var idi, Arif Hacılı var idi. Onda o dövrdə xalqın inandığı adamlardan İsa Qəmbər var idi, Əli Kərimli var idi, Etibar Məmmədov öndə gedirdi. Bu insanlar, məsələn, onda var idi İqbal Ağazadə, onda var idi Pənah Hüseyn, onda var idi Əlikram Hümbətov, Leyla Yunus. Bunları heç vaxtı biz yadımızdan çıxartmazdık və xalq bunlara inanırdı. Xalq hərəkatının əsas özəklərindən biri o idi. Fədakarlarından biri o idi. İndi gəlin görək 20 yanvar hadisələrində bu insanların birinin burnu qanadı mı? Biri o 20 yanvar şəhidlərinin cərgəsində şəhidlik zirvəsinə ucaldı mı? Niyə? Niyə olmadı bunların hamısı? Amma bugün onlar görürsəm hamısı vəzifədədirlər. Xalq ayılmalıdır. Xalq yaxşını pisdən ayırmalıdır. Bax, İlham Əliyevin ən böyük günahı bilirsiniz nədir? İlham Əliyevin ən böyük günahı deməli, layiq olmadığı xidmətləri bu insanlara verməsidir. Bu insanlar neyniyiblər? 20 yanvar hadisələrini törədən bir təşkilatçı qrup, hansı ki, xalq hərəkatı deyirdi. Və həmin insanlar bugün yenə də, görürsünüzmü, imtiyazlar diləyirlər, özlərinin yaşayış səviyyəsini yaxşılaşdırırlar. Amma xalqa gələndə, bunların elə bil ki, gözləri bağlanır. Hamısını. Gəlin görün, hamısının evlatları hardadır, özləri hansı vəzifədədir və xalqı bölüblər. Biri 500 min bir partiyadadır, 50 min bir partiyada olsun və belə bu xalqı idarə edirlər. Deməli, bu xalq buna layiqdir ki, bu insanların ətrafında birləşib və bu insanları demək olar ki, özlərinə lider seçiblər. Çox təəssüflər olsun ki, bu cür hallar Azərbaycanda baş verib. Amma İranda görürsünüzmü? İranda ixtişaşları başladan insanları bir-bir güllələdilər, başqalarını yox. Kim ki, hökumət əleyhinə şüarlar səsləndirirlər, həmin insanları tutdular, bir-bir güllələdilər. Amma bizdə əksinə oldu. 20 yanvar hadisələrində ixtişaşı başladanlar. Qarbaçovun burada heç bir günah yoxdur. Günah daxildə olan bax o insanlar. Xalq hərəkatının üzvlərindədir. İndi bax bugün görürsünüzmü, bir-birinin üzünə dururlar. Hansı kişilikdən danışırlar, hansı qeyrətdən danışırlar, hansı vicdanla danışırlar. Görürsünüzmü? Bir-birinə qarşı demək, müxtəlif hansısa problemləri bir-birinin üstünə atmaq istəyirlər. Hakimiyyət uğrunda mübarizə aparmırlar. Bunlar xalqı əzməyə çalışırlar. Nəysə, Allah xalqımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, xalq bilməlidir ki, kim hansı yuvanın quşudur.